O nə idi? Ayı səsi gəldi. Ala git. Ay da öyle o. Qarnın qurqur eləyir. Bu birinə bax elə. Ruslan, bəsdi yatdın, dur. Что случился? Ruslan, sən otoğun gör, sənə rusça müəllimin kim olub? Fasonlu ədəbazlar. Ağa qalxın, planım var. Axırıncı dəfə sən bunu deyəndən sonra gəldi hamısı başımıza. Gül kimi yeməyimizi, içməyimizi verirlər də orada da. Lazım idi sənə qaçmaq. Yaxşıdır, görək nə edirik. Moyka açılır. Gəl ay müştəri, qızıldandı dişləri. Ponilər 5 qızıl, böyük atlar 10 qızıl. Ala böyük ağı unicornun sahibi gəlir 15 dəqiqəyə. Harda saxlamısan? Ruslana vermişdim. Uşaqlar, dedim kruqda 2 təkər qaldırım, boynuzu qırıldı bunun. Tuz müştərini itirdik. Sənin görəcəyin işin. Amma boynucunun içindən belə bir xəritə çıxdı. Ver görüm onu bura. Bu nədir ki belə? Xəzinə. Qızıl dolu xəzinə. Bu nədir ala? Nə qədər qızıl var burada? Qorxuram, bəlkə bunları əl vurmayaq. Çoban, sayğıyla qızılları. Sonra gedib pepeş yeyək. Buyurun. Sizin sifarişiniz nələrdir? Lobster, asminok, özəl sosda krevetka, pendirli balıq filesi, bir də çupra. İçməyə nə olsun? Saqi mey ver mənə, meyxanə dolansın başıma. İndi biz bütün qızılları burada xərcləyəcəyik. Meyvəyə vaxtda qiymətləri görmürsən? Qulaq asın. Bəlkə bu pulla nəsə yer açaq. Birdən batsa, qorxuram mən. Banka qoyub faiz götürək məncə. Hələ qalmağı evdə tapmalıyıq. Böyük ağa, deyəsən bizə məktub var. Bu nə deyə belə? Qağayı nə vaxtdan məktub gətirir? Göyərçin gətirmirdi məktubu. Əvvəllər mən elə bir ki, spasatil işləyirdim dənizdə. Sonra işdən çıxartdılar, poçta iş tapdım. Dayanın. Lyudmila məktub yazıb. Daydı kuruğumuz dağıldı da. Əzizim Ruslan, ögey atam Çernomor mənə sənin öldüyünü deyərək öz bacısı oğlu Məlikməmməd adlı biri ilə evləndirir. Bu gün məni istəməyə gəlmişdilər. Yayda 40 gün 40 gecə toy olacaq. Görəsən gələnlər hər gün pul yazdıracaq. Məni bu dərddən qurtar. Məni xilas et. Bu nə demək ki znakdır? Bu yatıyorduzna. Ver görüm ala bura. Məni bu qaladan xilas et. Yolunu gözləyirəm. Səni sevən Lyudmila. Deməli, səni sevdiyin qızın atası Çernomor Məlikməmmədin dayısıdır. Şahravazın oğlu Məlikməmməd. Hazırlaş Ruslan. Qalaya gedirik. Qala qəsəbəsinə. Ala git Çernomorun qalasına. Bəs mən niyə qırırsınız? Bu sənin məsələn deyil, çoban. Bu bizim məsələmizdir. Qala çox təhlükəlidir. Nə olar məni də aparın da, nə olar? Yaxşı, hazırlaşın. Yolumuz uzundur.